Hakan Fidan, Ukrayna və Rusiya savaşı davam etdirmək mesajı verir. Ukrayna-Rusiya müharibəsi dayanmaq əvəzinə daha da gərginləşir. Gözaltı Müsavat.com-a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan TRT xəbərə müsahibəsində bildirib ki, son hava hücumları tərəflərin bir-birinə açıq mesajıdır. Onlar savaşı dayandırmaq niyyətində deyirlər. Nazirin sözlərinə görə, bu hərbi strategiyalarda geniş yayılmış yanaşmadır. Əgər tərəflərdən biri güzəştə getsə, qarşı tərəf daha sərt və qətiyyətli addımlar atar. Bu təsərrüatı yaranmaması üçün həm Ukrayna, həm Avropa, həm də Rusiya bütün gücü ilə hərbi səylərini artırır. Fidan həmçinin vurğulayıb ki, Rusiya Donbasın bir hissəsinin təhvil verilməsi ilə müharibəni bitirməyi təklif etsə də, Kiyev bu varianta qəti şəkildə yox deyib, bu səbəbdən də yaxın vaxtlarda döyüşlərin dayandırılması gözlənilmir. Nazir əlavə edib ki, hər iki tərəfin öz arqumentləri və mövqeyləri var, bu da münaqişənin daha da uzanacağına işarədir. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.